Yəni bir axşam çağı pasiyentimizdə 4 ədəd implant qoymağı planlayırıq. Dişləri bəzi yerlərdə dişləri çəkib qoyacağıq. 2 dişi çəkəcəyik. Pasiyentin sol tərəfində implantlarımızı yerləşdirəcəyik. Koreya implantı nəzərdə tutmuşuq. Bu nəzərdə tutduğumuz bu implant markaları bunlar pasiyentlərlə olunmuş razılığa görə, pasiyentlərin istəyinə görədir. Rentgendən də baxsaq, görərik ki, bizim sol tərəfdə 2 ədəd dişimiz var. Sağ tərəfdə 1 ədəd implantın yeri var. Bir ağza baxaq indi. Burada ağızda da görsək, bu tərəfdə bu 3-cü dişdir. Buradan o tərəfə bizim demək olar ki 4 dişimiz yoxdur. Bunlar yararsız dişlərdir. Çəkiləcək. Saxlamaq olardımı? İlla ki prinsiplə desək ki saxlayacaq. Amma ki bunlar uzun müddətli dişlər deyil. Və pasiyentin sağ tərəfində də buradan da görsək, bu hissədə də 1 ədəd dişimiz yoxdur ki, bunları qoymaqla pasiyent dişləri, diş sırası tamamlanmış olacaqdır. İltihablı bir dişi buradan kənarlaşdırdıq. Digər dişi də indi kənarlaşdıracağıq. Bu ağıl dişidir, axıb qabağa gəlib. Digər dişin kötüyü də çəkildi. Koreya implantı bağlayacağıq. 4 mm qalınlığıdır. 11 mm yarım uzunluğudur. Boz hissə, gördüyünüz göyümtül hissə sümüyün içində qalacaqdır. Dört yarım qalınlığıdır, 4 mm yarım. 11 mm yarım isə uzunluğudur. Çox gözəl razmeridir. Paralel qaydada implantımızı yerləşdiririk. Qabaq dişin yerinə qoymadıq. Oraya ehtiyac da yoxdur. Əsas qüvvə arxalara düşəcək. İmplant hər tərəfdən burada sümüklə əhatələnmişdir. Yenə 11 yarım uzunluq, 4 yarım endi implantda arxa dişləri üçün, arxa bölgə üçün çox gözəl ölçüdür. Beləcə 3 paralel implantımızı bura yerləşdirmiş olduq. Sümüyün içində tam vəziyyətdə. İndi artıq sümüklərimizi götürüb bu boşluqlara dolduracaq. Diş çəkilmiş nahiyələrə dolduracaq. Bununla da pasiyent əlavə sümük xərcindən də azad olmuş olacaq. Həm də sümüyün plastikası olmuş olacaq. Burada səliqəli, gözəl bir vəziyyət olacaq. İddialarını bağlayırıq ki, bu implantlar qapaqları olsun, açıq qalmasın. Biz kənarlardan qaçdığımız sümükləri bu diş çəkilmiş nahiyələrə doldurmaqla pasiyenti maddi olaraq da önə gətirmiş oluruq. Yəni sümüyə əlavə xərci çıxmır. Buradan görsək. Sümüyündə plastikası olmuş olur və hamar olur sümük. Hansı bu dağılmış defektlər vardı ha. Axı bu sümük belədir ki, xərcləndikcə sonra bunun yerinə gəlmir. Sümük çox xərclənməməlidir. Arxa dəlikdənsə biz implantın yanındakı dəliyi daha çox dolduracağıq. Bu qədər bizə kifayətdir artıq. Artıq bunlara da tikən vaxt gəldi. İndi bunları tikib rahatca buradan çıxacağıq. 3 ədəd implantı sol tərəfə qoymuş olduq. İndi tikib rahatca bağlayıb həmin hissələri sağ tərəfdəki bir implanta keçəcəyik. Pasiyent normal hiss edir özün. Narahat hiss eləmirsiniz özünüzü? Xeyr deyir. Yaranın yerini ümumi tikmiş olduq. Hər tərəfdən yaranı bağlamış olduq, kontrola salmış olduq. Artıq o sallanmış diş ətləri falan olmadı. Diş ətini burada hündürləşdirdik fikir veririksə, bu hərəkətli diş ətinə görə gələcəkdə hərəkətli diş ətinin qarşısını almaq üçündür.
Ondan əlavə çəkilmiş dişlər nahiyəsində olan geniş diametrdə ondan da sağlamət qalmadı. Ağız-ağıza gəldi tikişlər. Rahatdır. Keçməliyik o tərəfə. Digər tərəfin ölçüləri kimi bu implant da eyni ölçüdədir. 11,5 uzunluqda, 4,5 enində. Bu da belə gözəl bir implantdır. Bu hissəni də tikmiş olduq. İşimiz bitdi. Yekun. Digər tərəfə də baxsaq, hər iki tərəfində dişlərini qoymuş olduq. İşimiz bitdi. Bağlayaq. Əməliyyatımız yekunlaşdı. 4 ədəd implant qoyduq. 3 ədəd sol tərəfə, 1 ədəd sağ tərəfə aşağı çənəyə qoymaqla qoyduq. İmplantlarımız bunlardır. Bu implant modelləri bunlar laquşkalar da bir-birlərinə keçirlər. Bizim assistentlərimiz gözləmə rejimində oynayır bunlarla. 4 ədəd implant. 4 ədəd. Bunlar qurtardı. İşimiz bitdi. Diş çəkimləri, implantasiya hamısı bir arada.